Mərkəzi Asiya dövlətlərinin Yunan Kiprinin suverenliyini tanıması ilə bağlı bu məsələ, bu böhran bütövlükdə Türk dövlətləri arasında bu koordinasiya prosesinə, hansı ki mərkəzində daha çox Azərbaycan dayanırdı, bu koordinasiyalaşma prosesinin intensivləşməsində hansı yöndən təsirini göstərə bilər, mənfi təsirlərini biz yaxın perspektivdə müşahidə edə bilərikmi? Bir çox suallarımız var. Elə bu sualları studiyamızın Skype vasitəsilə qonağı, araşdırmacı jurnalist Məsud Ara ilə müzakirə edəcək. Məsud bəy, axşamınız xeyir olsun, xoş gördük sizi. Selam, sizin də və dəyərli izləyicilərimiz axşam xeyir olsun. Axşamınız xeyir olsun, minnətdarıq sizə Məsud bəy qoşulduğunuz üçün. Avropa İttifaqı və Mərkəzi Asiya dövlətlərinin Səmərqənd zirvəsində Mərkəzi Asiya dövlətləri, bir sıra Türk dövlətləri Yunan Kiprinin suverenliyini tanıdı. Bax, bu proses hansı təsirlərdən dolayı baş verdi və Türk dövlətləri təşkilatının gələcəyində hansı izlər buraxa bilər? Bakın, bu olay bəlkə də biraz o tarixi sürəzindən başlamamız lazımdır. Yəni Türkiyənin Osmanlı'nın son döneminde bilirsiniz ki demək olar ki bu İslami, illa işte Osmanlı'nı arkadan bıçaklayan əksəriyyət elə bugünkü Ərəb ölkələri oldu. Bunların başında elə Filistin olsun, Misir olsun və çoxları hətta İngiltərə ilə bərabər demək olar işbirliği yaptılar, Osmanlı'yı paramparça etdilər. Və sonra da ki Ulu Öndər Atatürk zamanına, Cumhuriyet zamanına gəldiyimizdə baxırıq görürük ki siyasət bu dəfə batıya doğrudur. Yəni bu müsəlmançılıq ya İslam dünyası deyil. Aslında ondan bir dərs çıxarıb və batı ilə inteqrə olmağa, Avropalaşmağa və modernləş çağdaşlanmağa yönəlik gedir. O siyasət o devam etdi ta ki indiki iqtidar məsələsini, yəni 2000-lərə gəlsək, AK Partinin iqtidarı zamanından bu tərəfə baxsaq, görürük ki yenə də bir dəyişik vardı. Yəni çalışdılar gene de İslam dünyasının üzerinde çalışmalar yaparsınlar ve bunun demək olar Türkiye özünü orada bir dənə aktör kimi görsün ve bunları yönetmeye de çalışsın belə. Çünkü səbəbi de buydu ki Avropa Birliği'ne gitme yoluna bağlı görürdü ve onun için geldi İslam dünyası üzerine yani demək çalışmalar yaptı. Ancak burada da bir doğru düzgün başarı əldə olunmadı deyə mən düşünürəm. Bu mənim fikrimdir. Çünki gördük orada Mısır ya Ərəbistan, Suudi, Ərəb Əmir birlikləri Türkiyədən məsafədə durdular. Yəni Türkiyəni İslam dünyasına tam deyə bilir ki, inteqrə olmasına qəbullana bilmədi. Hətta aralarında məsafələr də oldu. Ondan sonra nə oldu? Türkiyə gördü ki, İslam dünyasından da yəni bir başarı əldə olunmadı və Avropa Birliyinə də qapılara dayanmaqdan bir sonuç alınmadı. Bu dəfə demək ki Türk dünyasına uzun zamandır biz ona xəyal deyirdik, xəyal qurmuşduq deyə bu yönə çalışmalar başlandı və gözəl də addımlar atıldı. Yəni bu son illərin içində hamımızın məlumudur ki çox zaman Türk dünyası, Türk Dövlətlər Təşkilatı məsələsi ortaq Türkçə, ortaq alfabet, nə bilim ortaq hətta demək olar eyni Avropa Birliyi kimi silahlı örgütləri həynəmənə yola salmaq olsa, yəni belə bir şey NATO kimin güc ortaya qoymağa, biz görürük Türkiyə yavaş və hətta NATO ilə də arasında məsafə olduqlarını gördük, yönəldi bu tərəfə, yəni Türk Dövlətlər Təşkilatına. Ancaq mən düşündüyüm qədərilə burada bir boşluq üz verdi və bəlkə də meydanı Türkiyə, Suriye'də qazana bildi və bu da Batıda, yəni illa işte Avropa Birliği'ndə, Amerika'da da bəzilərinin xoşuna getmədi. İlla ki də məsələn Yunanın heç xoşuna getmədi ki, Türkiyə daha güclü bir pozisyonda olsun. Buna daxil İsrail də ola bilər ki, İsrailin də qayğıları oldu. Amma sonuç etibarilə gələk indi siz özünüzə başlayın, biraz müqəddəməsi başlanğıcı uzun oldu. Buyurun. Gələk bu ikinci duruma ki, biz bilirik ki, Dövlətlər Təşkilatının ən güclü ekonomi baxımından desək, yəni dünya perspektivindən desək də Türkiyədir. Ancaq Türkiyə Filistin məsələsi ilə, Qəzza məsələsi ilə, Suriye məsələsi ilə o qədər əlbəyax oldu ki, son illərin içində Türk dünyasında olub bitənləri doğru düzgün mənim düşüncəmdir ki, yürütə bilmədi. Və bu boşluğu və bu qazancı ki, bu cibhədə almışdı, orada bir kaybetdi. Orada kaybetməsinin də məsələsi Avropa Birliyi, hətta İsrailin, Yunanın gedib bu Türk Dövlətlər Təşkilatı, özəlliklə Qazaxıstan, Özbəkistan, Qırğızistan və Türkmənistan. Bunlar ilə o deyirlər iş imzası, təahhüdü və əsasında və sizin vurguladığınız kimin orada Kuzey
Türk Cumhuriyeti, Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin varoluşunu zaman zaman Türkiye istəyir, Türk Devletler Təşkilatı bunu tanısınlar. Və birbaşa da Azərbaycan Cumhurbaşkanı gördü son günlərin içində də tam anlamında vurguladı ki, biz bu Qarabağ məsələsini Ermənistan demək olar barış anlaşması çərçivəsi bitincə illa ki biz bunun arxasındayıq və buradakı Türk qardaşlarımız heç vaxt yalnız bırakmayacaq. Bu sözü niyə dedi? Çünki bu 4 dənə ölkə, Türk Devleti Təşkilatı ölkəsi Avropa Birliyi ilə, Yunanla, ya nə bilim İsrailin istəyi ilə eləyə bildilər ki, anlaşma yaparaq da siz dediniz o sərin küləklər Türk dünyasına əsti, apasığı desəm. Bugünə kimi bir çoxları hələ Türkiyədə bunu inkar edilir. Elə bir şey yoxdur, Türk dünyası yerindədir. Amma bunu qəbul edir ki, zaman olar ki adam qazanar, zaman olar ki bəzi yerdə geri addım atar. Mən bunu geri addım ataraq dəyərləndirirəm. Amma bunun gələcəyi necə olacaqdır Züleyxa xanım? Bu əsas məsələ budur. Məsələn, Azərbaycan bugünləri biz bilirik ki, Türkiyənin başı Avropa Birliyi ilə. Burada başqa da bir olay oldu. Onu da xatırlatmaq istəyirəm ki, Trump'ın Avropa Birliyinə bu cür demək olar tərifələri üzərində və özünü qorumaq məsələsində biz artıq Avropanı qorumayacaq deməsi bu Türkiyəni biraz da marağını cəlb etdi ki, Avropa Birliyində bir lider konusuna gələcəkdir. Və baxırıq görürük o gündən bu günə kimi heç bir şey doğru düzgün addım atılmayıbdır hətta bu məsələnin üzərində. Çünki Trump'ın da sözlərinə çox etibar... Türk dövlətləri Türk dünyasında deyil, TDT-də deyil, Avropa İttifaqı çərçivəsində gücünü sınamağa cəhd edir. Baxın, gerçəkdən nə olurdu? Niyə onların da istəkləri, bəlkə yatırımdır, onların ekonomi sorunları vardı, bunlar hamısı bilirik. Düzdür, Türk Devleti Təşkilatı deyir. Bəli, onları bir zəif olduqlarını da, yəni ekonomi baxımından zəif olduqlarını da burada danılmaz bir şeydir. O səbəbdə anlaşacaqlar. Ancaq Türkiyənin demək olar, hətta birbaşa desək, Türkiyənin güclərini indi Kuzey Kıbrıs'ta işğalçı kimi görmək gerçəkdən də Türkiyəyə ağır bir mal oldu. Mən bunu qəbul edirəm. Yəni, psixolojik anlamda deyək, bizim soydaşlıq fikrimizə də bir dənə zərbə indirdi deyək. Bu bir dənə gerçəkdir. Ancaq bu gedişət burada bitmir. Yəni biz tutalım ki, Türkiyə bu günləri Ərəb ölkələrindən zaman bəyəxləri vurguladığım kimin yönəldi, Avropa Birliyinə yönəldi, nə bilim NATO'da sorunlar yaşadı, Türk dünyasına yönəldi və təbii olaraq mən düşünürəm ki, Türkiyənin çıxış yolu, Türkiyənin gələcəkdə daha da güclü pozisiyona gəlməsi illa və illa Türk dünyasına yönəlik atacaq addımlarıdır. Onu da pratikdə, yəni yalnız duyğuyla, şüarla, şeirlə olmaz bu işlər. Bilirsiniz, siyasəti məndən yaxşı siz bilirsiniz. Siyasət öyle bir şey deyil. Siyasi pratikdə addım atacaqsan, səngərlərini demək olar ciphəni güclü tutacaqsan ki, orada qazanasan. Onun üçün neçə boyutlu bir siyasət maalesef öz deyimizlə desəm, iki böyük qarpızı əldə tutmaq biraz zor olur. Bir qarpızı əldə götürmək məncə daha doğrudur. Mən düşünürəm ki, Türkiyə bu iki yolun ayrımında birini seçəcəkdir. Mənim düşüncəm də budur ki, elə Azərbaycanla birlikdə Azərbaycan indidən Türk dünyasında gerçəkdən də o Türk dünyasını sahiblənən ölkə olaraq Sayın İlham Əliyev onu gerçəkdən mənimsəyən bir lider olaraq bugün gündəmdədir. Hər kəs bunu etiraf edir. Hətta Türkiyənin bir çox araşdırma mərkəzlərində təhlil sahibi olan figurların dillərində bu da əzbərdir. Mən düşünürəm ki, Azərbaycanla bu qardaşlığı, Türk dünyasındakı qardaşlığı da daha da sıx olaraq pratikdə yürütməsi gərəyindədir. Bəli, tam yerində vurğuladınız. Azərbaycanın həqiqətən də yavru vətənlə bağlı, Şimali Kipr Cümhuriyyəti ilə bağlı strategiyası tam dolğundur, açıqdır, aydındır. Elə cənab prezidentin Antalya forumunda keçirdiyi görüşlər də, ifadə etdiyi bəyanatlar da, müşahidəçi statusun TDT çərçivəsində ona verilməsi də bir çox addımları biz sıralaya bilərik ki, Azərbaycan həqiqətən də bu siyasətin mərkəzində dayanan bir dövlətdir deyə bilərik. Ancaq digər türk dövlətləri təəssüflər olsun ki, belə bir böhran yaradacaq addıma imza atmış olurlar. Ancaq görünür ki, burada bir təkan verən müəyyən dövlətlər də var. Yunanistan kimi, Rusiya kimi, Çin kimi sıralaya bilərikmi ki, bu dövlətlərin təsiri nəticəsində təkan oldu bu qərarın verilməsi? Baxın, %100. Bilirsən, hər kəs özünə bir bazar axtarır. Bunu qəbullanıyıq. Rusiya bir başına
Hatta bunlar elə Rusiyadan bir zaman Rusiya imperatorluğunun altında olublar, yəni əlində olublar, sömürgəçiliyi ondan sürüblər və illa ki də yenə də onların bir deyirlər etkisi bu Türk Devleti Təşkilatında vardı, yəni bu üyələrin üzərində vardı birbaşa. Ancaq burada bir dənə Azərbaycan istisnadır, bunu qəbul edək. Bunu Çin'i də gəlginə bunun içinə. Çin nə qədər yatırım yatırıbdı, Çin'in nə qədər etkisi vardı və Avropa Birliyi də. Baxın burada deyirəm, niyə deyirəm ki Azərbaycanı bir istisna bilək və qəbul edək. Türkiyə də son zamanlı, son illərin içində çox belə aktiv bir siyasət yürütübdü dünyada. Dünyada bir başına deyirəm ki, xarici işlərində çox aktiv siyasətlə yürütübdü. Yəni qarantini olubdu bütün ölkələr. Rusiya ilə Ukrayna arasında olsun. Ya bu günlər hətta nə bilim çox ölkələr ki bir-birinə savaş hatta girmək üzrə olurlar. Türkiyə o da qarantini nəqşini oynaya bilibdir. Yəni Türkiyə o haqda böyük bir başarı əldə edibdir. Amma bütün cibhələrdə qazanacaq, həm eyni halda qazanacaq anlamına gəlmir. Amma Azərbaycana gəlincə, Azərbaycan Türk Devleti Təşkilatına Türkiyədən sonra ekonomisi günü-gündən gəlişmədə, yəni modelləşmədə, elə silahlı gücləri daha nə deyim çağdaş bir deyirlər silahlara əl tapmış. O səbəbdə Azərbaycan rahat eləyə bilir. Mən belə deyirəm ki, Azərbaycan rahat eləyə bilir ki, öz mövqeyini Cumhurbaşqanı çox belə apaçıq ortaya qoysun. Amma o birisi Cumhuriyyətliyə gəlincə onları suslamaqdan daha çox onların zəif olduqlarını düşünməmiz lazımdır ki, onlara da yatırım lazımdır. Onlara da yardım etmək lazımdır. İlk yəni qardaşlarımıza yardım edəcəyik, sonra onlardan böyük inisiyativlərimiz olacaq. Mən düşünürəm ki, siyasətdə illa ki, burada bir dənə məsələ məktub yazıda hər şey bitdi anlamında deyil. O cür düşünənlər məncə və bu önləri umpice eləyən adamların bir çoxlarının diqqət yetirsək elə orada-burada yazılarını da mən özüm yanaşıram. Baxıram ki, bunların hamısı bir çoxları erməni soyundandır, Kürddir, Yunanlıdır. Diqqət edin ha. Türkçə də belə yazırlar. İstəyəm deyim ki, biz düşməni də hansı yerdən nəcib fikir ilə, zəhərli fikirlərlə bizi hədəf alır, ona da düşünsək, onun üçün bizim qardaşlığımızı pozacaq belə bir şeylər, anlaşmalar poza bilməyəcəkdir. Yəni, mən düşünürəm ki, Türkiyə də bunun fərqindədir. Türkiyə də bu doğrultunu analiz edib və bunu daha pratik Türk Devleti Təşkilatına, qardaşlarına sahib çıxmaq, onların yanında olmağı məncə tərcih edəcəkdir.